Bu gün döyüş idman növlərində ən vacib olan ayaq hərəkətlərindən, ayaq sürətinin hərəkətlərinin inkişafı üçün lazım olan hərəkətlərdən göstərəcəyik. Klubumuzun idmançısı Nəsrinlə bir yerdə. İnşallah ki, baxın, sizə də faydalı olar. Baxın. Hareketler her defa farklı formalardır. Yani bu bir hareketi 3-4 defa edebilirsiniz. 3 farklı, 4 farklı tekrar edebilirsiniz. Sadece olarak biz video uzun olmasın diye her hareketten bir defa gösteririk. Tabii ki bu görsələr hərəkətin hamısı eyni vaxtda olunduğunların hərəkətlər fərqli olur və aralarında istirahət vaxtları olur. Biz video çəkilişi uzun müddət olmasın deyə ona görə belə çəkilişi birləşdirmiş olmadan hazırlayırıq sizlər üçün. Burada olan hərəkətləri təkcə ayaq hərəkətləri kimi də başa düşmək lazım deyil. Burada əllə də ayağı birləşdirib də eləmək olur. Onda da yaxşı nəticələr əldə etmək mümkündür. İndi əl və ayağı birləşdirərək Nəsrin bir yerdə 1-2 dənə hərəkət göstərəcək. Onlara da inşallah ki, baxın. Devam edirik, devam edirik. Ayağlar, ayağlar. Devam edelim. Evet, şurada devam edelim, devam edelim. Devam edelim. Evet, çok fazla değişti. Evet, bunlar değişti. Bu hərəkətlər bir çox eləmək mümkündür. Sadəcə olaraq bu bayaqlarda dediyim kimi bunun hamısı ardıcıl olaraq verilmir. Biz məşqin sonudur və
klubumuzun idmançısı Nəsri ilə bərabər istədik ki, bir neçə dənə hərəkət göstərək. Ona görə belə ardıcıllıqla bir neçə dənəsini çəkib sizlərə göstəririk. Normalda bu proqram əsasında olanda fərqli hərəkətlərlə bir yerdə olur. Sağ olun.